Dəyərli izləyicilər, xoş gördük. Günümüz uğurlu olsun. Abşeron rayonu Saray qəsəbəsində 6 sotda 7 otaqlı evimiz çıxdı satışa. 308 kvadratdır. 7 otaqlı evdir, hazır kutsal evdir. Yəni alıb birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Öncədən qiyməti deyirəm 160 min manat. 160 min manatdan da sahibi tərəfindən yaxşı endirim olunacaq. Bax, bura evin qabağıdır. Bax, belə qəşəng ağaclar əkilib, gül çiçəkli. Bura evimizin giriş hissəsidir. Rahatlıqla həyətinə 5-6 maşın daxil ola bilər. Kanalizasiyası mərkəzidir. Sayğacların hamısı mövcuddur. Çöldə ayağı yolusu var. Burada da belə bir əldamı var. Əziz izləyicilər, bura girişdir. Bax, bura evimizdir. Köhnə tikili evdir. 7 otaqlı evdir. Qoşa daşla tikilib. Ara divarlarda qoşa daşdır. Həqiqətən çox belə bir geniş evdir. 2 ailə üçün də tam önəmli evdir. Bax, burada da belə navesi var yayda oturmaq üçün. Keçək evimizin təqdimatını edeyim. Bax, burada da bir giriş hissə var. Burada da bir giriş hissə var. Yəni, orada 3 otaqdır, burada 4 otaq. Tam 2 ailə üçün önəmlidir. Sarayın mərkəzindədir. Saray MTK-nın tam yaxınlığındadır. Nazim marketə çatmamış, sola dönürsən. Yolla məsafəsi 100 metr. Saray MTK-dan da gəlib Gəncə təndirinə çatmamış, sağa dönürsən. Yolla məsafəsi 50-60 metr. Hər iki yola yaxındır. Köhnə məhəllədir bura. Burada da toxini var belə. Keçək evimizin təqdimatını edeyim. Bax, burada da qəşəng güllər əkilib. Tam bir quru ərazidir. Köhnə məhəllədir bura. Bura evin giriş hissəsidir. Bura evimizin hamamıdır. Burada kombinin yeri, kollektor sistemi, giriş hissə istipoldur. Burada ayaq yolusudur. Ayrı-ayrılıqdadır. Burada da əl yuymaq üçün yer. Burada qladokkadır. Paltar yığmaq üçün yer. Buradan dama çıxmaq üçün yerdir. Bax, gördüyünüz kimi qoşadaşdır. Bütün divarlar qoşadaşdır. Bura evimizin qonaq otağıdır. Geniş qonaq otağı. Yəni, burada qardaş remont edibdir. Bəzi xırda indi aboylar dəyişilməlidir. Zalı hardasa 12-13 metr var. Radiatorlar seksiyadır. Burada bir dənə yataq otağıdır. İşıqları yandırır. Belə bir yataq otağıdır. Radiatorlar seksiyadır. Gördüyünüz kimi dəyərli izləyicilər, bütöv qoşadaşlı köhnə tikili evdir. Buradan keçək otaqların təqdimatını edeyim. Zal, bir yataq otağı, burada ikinci yataq otağıdır. Burada beton styaşka olunub, istipoldur. Radiatorlar burada da seksiyadır. Pəncərələrin hamısı öz həyətinə baxır. Burada da bir dənə otaqdır. Üçüncü yataq otağı. Buranı da remont ediblər, istipol eləmək üçün. Yanımçıq qalıb. İnşallah kim alsa özü təmir eləyər. Qiymətdə də yaxşı endirim olunacaq. Həqiqətən çox geniş evdir. Wi-Fi-nə qədər var, kondisioneri. Buradan da yenə həyətinə belə bir mənzərə açılır. Burada evimizin mətbəxidir. Mətbəx də genişdir, istipoldur. Belə bir mətbəxdir. Mətbəx mebelli evin içərisində qalır. Bura ikinci otağıdır, demək ikinci yerdir. Buradan qapıdan girən kimi ayaqqabı soyunmaq üçün yerdir. Radiatorlar seksiya radiatorlardır. Hər iki evin kombisi ayrı-ayrıdır. Ayrı-ayrılıqdadır. Burada bir dənə yataq otağıdır. Yenə deyirəm, 2 ailə üçün çox önəmli evdir. Bura evimizin dəhliz hissəsidir. İstəsəniz burada qapı var, açıb ofşa eləyə bilərsiniz. Bura sanitar qovşağıdır, geniş sanitar qovşağı. Yəni, bütün aksesuarları var, hazır vəziyyətdədir. Burada da əlavə əşyaları yığmaq üçün bir otaq var, remontsuzdur. Burada da bir dənə yataq otağıdır. Ümumilikdə 7 otaqlı evdir. Əzizlər, sarayın tam mərkəzində, Saray MTK-dan gələndə Sumqayıtdan yolla məsafəsi demək olar Gəncə təndirinə çatmamış sağa dönürsən. Yolla məsafəsi 50-60 metr. O yuxarı yolla gələndə Nazim marketə çatmamış sola dönürsən, yenə də 50-60-100 metr belə məsafədədir. 6 sotdadır.
308 kvadratdır. 7 otaqlı evdir, köhnə tikili evdir. Satışa çıxıb 160 min manata. Yəni hazır Kupçalı evdə alıb birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Yəni 1 ilə də 2-nin arası monolit betondur. Gələcəyində istəsəniz ikinci mərtəbəni də qaldıra bilərsiniz. 160 min manatın inşallah 160 min manatdan da ev sahibi tərəfindən yaxşı endirim olunacaq. Çox sağ olun.